Yeni Ələ stansiyasında baş verən oğurluqla əlaqədar Bakı şəhər prokurorluğuna dəfələrlə müraciət etmişəm. Müraciətlərimi rədd edirlər. Kanalımıza müraciət edən Bakı şəhəri Binəqədi rayonun Biləcəri qəsəbəsində yaşayan Qafar Sadıqov iddia edir ki, Yeni Ələt stansiyasında edilən oğurluğu ifşa etdiyi üçün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşıma Departamentinin İstismar Xidmətinin rəisi İlham Hüseynov tərəfindən qanunsuz olaraq bir ay işə buraxılmayıb. Şikayətçi deyir ki, daha sonra isə onun işinə xitam verilib. Vətəndaş deyir ki, əmək hüquqları pozulduğu üçün Nəsimi rayon məhkəməsinə, Bakı Apellyasiya məhkəməsinə və Ali məhkəməyə müraciət edib, lakin onun şikayəti təmin olunmayıb. Mən Sadıqov Qafar Əsgərovla 1989-cu ildə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində Bakı Lokomotiv deposunda işə girmişəm. 32 il iş stajım var. Yeni Ələ stansiyasında baş verən oğurluğu ifşa etdiyimə görə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində Sərnişin Daşıma Departamentinin İstismar Xidmətinin rəisi işə götürən İlham Hüseynov Dilqəmoğlu oğurların sifarişi ilə 6 iyun 23-cü ildə məni qeyri-qanuni olaraq bir ay işə buraxmır. Bir ay keçdikdən sonra, yəni 6 iyulda Əmək Məcəlləsinin 70-ci maddənin C bəndi ilə əmək müqaviləsinə xitam verir, qanunsuz xitam verir. Və əmək müqaviləsinə xitam verərkən mənim son haqq hesabım ödənilmir. 1 illik əmək məzuniyyətim ödənilmir. 10 illik attestatım geri qaytarılmır. Mən bu haqda Nəsimi rayon məhkəməsinə, sonra Dəmir Yolları Nəqliyyatı Polis İdarəsinə və Bakı şəhər prokurorluğuna dəfələrlə müraciət etmişəm, heç bir köməklik göstərilmir. Aidiyyatı orqanlarına xahişim odur ki, mənim 10 illik attestatımın geri qaytarılması ilə əlaqədar və son haqq hesab pulumu, bir də 1 illik məcburiyyət pulu verilməsi ilə mənə kömək etsinlər. Yeni Ələ stansiyasında baş verən oğurluqla əlaqədar 14 aprel 2023-cü ildə Daxili İşlər Nazirliyinin İşçi Xidmətinə məlumat vermişəm. Məlumatla əlaqədar Dəmir Yol Nəqliyyatı Polis İdarəsinin Biləcəri Xətt Polis şöbəsində ərizə və izahat vermişəm. Oğurluqla əlaqədar ətraflı hər şey yazmışam, ətraflı. Və mənim o ərizəmi Biləcəri Xətt Dəmir Yol Nəqliyyatı Polis İdarəsinin Biləcəri Xətt Polis şöbəsinin sabit polis kapitanı Gündüz Haqızadə 25 iyun 23-cü ildə mənim ərizəmi rədd edir, cinayət işi açmır. Daxili İşlər Nazirliyinə baş prokurora müraciət elədim və sonra da Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə müraciət edəndən sonra həmin qərar Gündüz Haqızadənin 25 iyun 23-cü il tarixli qərarı baş prokurorluqda ləğv olunur və araşdırması üçün təzədən göndərilir Dəmir Yol Nəqliyyatı Polis şöbəsinə. Tədqiqatçı polis müavini Xaliq Kazımov 06 mart 25-ci ildə yenə mənim ərizəmi rədd edir, yalandan 5-6 cümlə əlavə edərək cinayət işi açmır. Şikayətçi deyir ki, baş verən oğurluğu örtbasdır etmək üçün onun müraciətlərinə baxılmır.
O, aidiyyatı qurumlara müraciət edərək bu məsələni araşdırılıb, ədalətli qərar verilməsini tələb edir. 12 sentyabr 24-cü il tarixdə və 28 fevral 25-ci il tarixdə başqa sahələr üzrə ərizə vermişəm. Yenə Bakı şəhər forumunda mənim ərizələrimə cavab verən yoxdur. Əmək hüquqlarının pozulması ilə əlaqədar Nəsimi rayon məhkəməsinə, Bakı Apellyasiya məhkəməsinə, Ali məhkəməyə müraciət etdiyimə baxmayaraq müraciətlərim qəbul edilmədi, yəni təmin olunmadı. Yeni Ələt stansiyasında baş verən oğurluqla əlaqədar Bakı şəhər prokurorluğuna dəfələrlə müraciət etmişəm. Müraciətlərimi rədd edirlər. Yəni ki, həqiqətləri, reallıqları örtbasdır edirlər. Sonda onu da qeyd edək ki, Kanal 13 olaraq səsləndirilən fikirlərə görə məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.